Salam hörmətli izləyicilər. İki sahildən bir uşaq, bir dünyanı izləyən hər kəsi xoş gördük. Uşaqların təhlükəsiz, sevgi, şəfqət dolu bir ailədə böyüməsi mühüm şərtdir. Düzgün qidalanma, idman, normal yuxu da uşağın sağlamlığı üçün çox vacib şərtlərdən birisidir. Ümumiyyətlə, sağlamlıq orqanizmdə təkcə funksional dəyişikliyin olmaması deyil, eyni zamanda ayrı-ayrı sistemlərin funksional vəziyyətinin yaxşı olması ilə bərabər fiziki inkişafın da harmonikliyi ilə müəyyən edilir. Biz bugün uşaqların sağlamlığından və düzgün qidalanmasından danışacağıq ki, qonağımız Bioloji Təbabət Klinikasının həkimi, pediatr Aytən İsmailzadədir. Xoş gördük Aytən xanım. Xoş gördük Könül xanım. Biz həmişə sizinlə aktual mövzu ətrafında görüşürük. Bugün də elədir və bu mövzuların üzərində nə qədər çox danışsaq, mən elə o qədər çox cəmiyyətimiz üçün də, millətimiz üçün də faydalı olar. Çünki mövzu uşaqdır. Uşaqlar da bizim gələcəyimizdir. Bəli. Aytən xanım, siz də həmişə çox sağ olun ki, bizim layihələrimizə dəstək verirsiniz. Təmənnasız olaraq bacardığınız qədər həmişə yanımızda olmusunuz. Aytən xanım, bugün son dövrlərdə daha çox azyaşlı uşaqlarda piyələnmə daha çox aşkarlanır. Bu piyələnmənin qarşısının alınması üçün təbii ki, uşaqların ilk növbədə qidalanmasına doğru dürüst yanaşmaq lazımdır. Erkən yaşda profilaktika aparmalıdır. Valideynlərimizin əksəriyyəti bəzən baxırsan ki, 4-5 yaşlı uşaqları fiziki və zehni məşğələlərlə o qədər yüklüyürlər ki, həftə sonu uşaqlar olduqca gərgin, yorğun olurlar. Bəzən də valideynlər uşaqların fiziki hərəkətlərinə, hətta sizə deyim ki, qidalanmasına belə diqqət yetirmirlər, ayaqüstü qidalandırırlar. Baxın, bu erkən yaşlarda piyələnmənin qarşısını almaq üçün valideynlər uşaqların qidalanmasına və fiziki hərəkətlərə təşviq edilməsinə necə yanaşmalıdır? Təşəkkür edirəm Könül xanım. Əlbəttə, aktual bir məsələdir günümüzdə. Piyələnmə təkcə uşaqlarda deyil, böyüklərdə də görürük və get-gedə bunun fəsadlarının şahidi oluruq. Uşaqlarda piyələnmə niyə baş verir? Birinci növbədə ona görə ki, onlar hərəkət az eləyirlər. Az hərəkət. Az hərəkət ümumiyyətlə bilirsiniz necə bir şeydir. Yəni, insanı bir bioloji varlıq olaraq vacib bir şeydən məhrum etmək deməkdir. Və biz əslində bu hərəkəti izah edirik, ondan ki, qan dövranı aktivləşir, əzələ bax sistemi inkişaf edir və s. boy artır, zehin də sakitləşir bunun fonunda. Ancaq bu tam da bu deyil. Yəni, hərəkət o qədər vacib bir şeydir ki, təzə doğulmuş uşaq belə sakit dayanmır. Yəni, təzə doğulan uşaq belə, əli, qolu onun hipertonus vəziyyətdə olur 4 aya qədər. O yığılmış vəziyyətdə olur və o açırsan yenə yığır və o uşaq böyüdükcə də, yəni aylar keçdikcə görürsən ki, əllərin, ayaqların daima hərəkət edir. Valideyn deyir ki, bu uşaq elə hərəkətdədir, çox hərəkət edir belə. İndi siz təsəvvür ki, bunun əksi olsa nə baş verərdi? Uşaq süst vəziyyətdə olsaydı nə olardı? Biz bunun xəstəlik kimi qəbul edirik, süst vəziyyətdə olan süst uşaqlar deyirik bunlara. Niyə? Çünki bunun əksi olmalıdır, uşaq aktiv olmalıdır. Və bizə bunu verən yaradan, bu cür bunu bizə təqdim edən yaradan ki, hansı ki biz bunu norma kimi qəbul edirik, sonraki illərdə başlayırıq uşağın hərəkətini azaltmağa, limitləməyə, ona sərhədlər qoymağa, evin içində otuzdurmağa, divanda oturur, ucağına əldə telefon verilir, planşet verilir, parkda qoymuruq, çox hərəkət elə yanımda qal, özü də telefonla danışır valideyn. Hərəkətin vacibliyini o qədər unuduruq ki, və bunu limitləyə başqa problemlərin üzə çıxdığının da fərqinə varmırıq ki, nələr yaranır bunun fonunda. Yəni, bunun fonunda çox problemlər yaranır, təkcə piyələnmə deyil, hərəkətsizliyin fonunda, hansı ki, sağlamlığın və inkişafın zədələnməsinə gətirib çıxardır. Və bu hərəkət dediyimiz, məsələn, 1 yaşından sonraki, heç 1 yaşına qədər deyək ki, bu 7-8 aylıq uşaq da belə hərəkəti özü eləməlidir, sürünməyə başlamalıdır, iməkləməyə başlamalıdır. Bunu da biz limit deyirik. Bir yürütəcə qoyuruq onu və o təkərin vasitəsilə o yana bu yana gedir, yenə də onun limitləyirik və böyüdükcə də limitləyirik. Yəni, dərsdə otururlar məktəbli uşaqlar, ya bağçada olsun. Yəni, daha çox otururlar. Həyətə çıxanda orada bisetkada otururlar, o belə həyətdə olan skamyalarda otururlar, ancaq otururlar. Yəni, uşaq çoxdur, nəzarətsiz qalar, bir şey olar, deməli, fikri ilə yanaşırlar və onları çox otuzdururlar. İndi, əgər orada qayda belədirsə, o zaman evə gələndə qaydalar dəyişməlidir. Yəni, həmin günü, yəni, parka da yenə əlavə götürülməlidir, uşaq aparılmalıdır. 2 saat davamlı, hərəkətli, uşaq hərəkət etdikcə o açılır, böyüyür, inkişaf eləyir, onu limitləmək olmaz.
Və hərəkət edən uşağın ağlına onu yeyim, bunu yeyim də çox gəlmir. Yəni, amma evdə, limitli qalanda, məktəbdə də nə yeyim, paket qidaları. Və hətta inanın ki, belə uşaqlar var, mənim pasientlərim arasında anasına deyir ki, anası ona evdən bişirilən faydalı şeyləri qoyurmuş. O da anasına deyirmiş ki, hamı deyir, yeməyə çıxardıb, yeyəndə səs gəlir, yəni paketi açırlar. Mənimkindən səs gəlmir. İndi görün ki, uşaq nəyi sevinç mənbəyi kimi də, yəni özünə istəyir belə bir şey olsun. Ancaq biz demək ki, niyə buna o meyillidir? Çünki onun biz başqa ola bilər ki, sevinç mənbələrini azaltmışıq. Nəsə axtarır o. Ona görə də onlar abur-cubura meyilli olurlar. Ondan sonra küçəyə və onları biz əgər özümüzə də günah çoxdur axı valideyn olaraq. Yəni biz onları bu cür zərərli qida olan yerlərdə mükafatlandırırıqsa, sən bunu elə siz inanırsınız ki, mənim yanıma uşaq gətirir valideyn. Deyirəm, bax, indi buradan çıxıb nə edəcəksiniz? Deyir, falan fast food yerinə gedəcəyim, məsələn. Deyirəm, onu uşağa söz vermişsiniz də, yəni həkimə gedək, ağlama, həkim sən müayinə, sən ora apar. Bunu mükafatlandırırlar və deyirəm, qəti surətdə buradan çıxıb ora gedə bilməzsiniz. Artıq uşaq da başlayır ağlamağa. Artıq o böyük bir xəyal qırıqlığına uğrayır ki, mənə deyilən sözü vəd edəmə və bunu yeməyəcəm və s. Yəni, o qədər qüsurlu dövranın içinə girmişik ki, özümüz də çıxa bilmirik oradan. Və məsləhət vermək asandır. Yəni, valideyn də elə məsləhəti bilir, onsuz da biz ona nə məsləhəti verəcəyik. Bir açar yol göstərməliyik ki, budur bunun açarı, çıxış yolu budur ki, oradan çıxa bilsin. Ona görə birinci növbədə ki, piylənmənin olmasın deyə öncədən hərəkət artıqlığı, o hərəkəti limitləmək olmaz. Deyək ki, bu uşaq genetik olaraq meyillidir piylənməyə. Metabolizm zəifdir, hipotirotik tipdir, qalxanvari vəzin işi zəifdir, ola bilər. O zaman onun yediyinin kalorisini azaldacağıq. Əgər bu uşaq çox kalori sərf etmək arzusunda deyilsə, yəni bu tip deyilsə, aktiv deyilsə, əlbəttə ki, bütün uşaqlar eyni deyil, bütün insanlar eyni deyil, o zaman biz onun başqa uşaq kimi yeməsinə icazə verməyəcəyik. Çünki o bir uşaq yeyir, həm də o enerjini xərcləyir, yəni çox hərəkətlidir. Amma bu uşaq yeyib kökəlirsə, deməli biz onun hərəkət aktivliyi də həm verməliyik müəyyən dərəcədə. Yəni onu biz qoya bilərik üzgüçülüyə, onu qoya bilərik rəqsə, gimnastikaya, məktəbdə onun idmanını limitləməməliyik, parkda gəzintisini limitləməməliyik. Elə divanda, kresloda oturub telefona baxmağını, televizora baxmağını əngəlləməliyik və üstə gəldi onun qidasının enerji dəyərini düşürmək. Yəni uşaq hamı kimi oturub bir boş qab yersə, biz bu qaydanı evdə qoymamalıyıq, azaltmalıyıq. O istəsə də azaltmalıyıq, yəni bunu. Və ondan sonra da baxmalıyıq ki, bu uşaq ümumiyyətlə sağlam qidalanırmı ki, onu da az yesin. Bəlkə elə uşağın yediyi makarondur. Deyək ki, bir boş qab düyü yeyir, yəni karbohidrat çox qəbul edir, hər gün kartof, onu artıq azaltmağımızın da bir mənası olmayacaq. Çünki burada həm də qida dəyəri məsələsi var. Ona görə də biz balanslaşdırılmış, rasional qidalanmanı seçməliyik. Hər gün uşağın rasionunda zülalı, yağı, mineralı, vitamini, karbohidratı müəyyən bir miqdarda olmalıdır ki, biz uşağın bədənində o balans pozulmasın, onu görməyək. Əks təqdirdə isə, bəli, təkcə piylənmə deyil. Mən sizə deyim ki, bax, son dövrlərdə müraciət edən uşaqlarda qaraciyər piylənməsini görürük. Amma uşağın özü piylənməyib. Uşağın özündə piylənmək uşaq arıqdır, normaldır. Yəni, normal konstitusiyadadır. Bu necə baş verir? Bu baş verir paket qidaların içindəki fruktozanın tərki təsirindən. Glukoza bədəndə yağlara çevrilir və glukoza insulinlə idarə olunur. Glukozanın artığı yağlara çevrilir, amma onun bir hissəsi, əsas hissəsi insulinlə idarə olunaraq hüceyrələrə daxil olur, hüceyrələr tərəfindən istifadə olunur. Amma fruktoza insulinə tabe olan bir maddə deyil. O ehtiyat kimi qaraciyərə yığılır və orada artıq uşaq təkcə fruktoza yemir, həm də glukoza yeyir. O artıq özünə ehtiyac olmadığını gördüyü halda ki, o glukoza artıq çevrilməyəcək ki, çevrilir yağa. Yağa çevrilir və qaraciyərin işini pozur. Yəni, qaraciyərin piylənməsi hətta ikinci dərəcə uşaqlarda var, çox görürük və bu uşaqlarda görünüş olaraq heç bir metabolik pozulmanı biz hiss eləmirik də baxanda. Və soruşursan, bəli, bu uşaq çoxlu paket qidaları yeyir, hətta meyvə də çox yeyəndə bu hal baş verə bilərik, amma biz onsuz da meyvə çox yeyən uşaq çox azdır, yəni çox deyil. Amma belə bir hal görəriksə, valideyn təsdiqlərsə, həm uşağım çox meyvə yeyir, günə 5-6 alma yeyir,
vermir, onu da azaldırıq. Fruktozanın orada da mənbəyi meyvə şəkəridir də. Ancaq fruktoza bir qlukozaya oxşar, amma şəkər dadı verməyən o qədər də, amma onu sanki konservant kimi daxil edib tüm paket qidalarına. Yəni bu hətta duzlu peçenye ola bilər, şirin deyil, amma orada çoxlu fruktoza var. Deyək ki, bu bir şeydir, ketçupdur, orada da fruktoza var. Hər üstlənilən paket qidalarında fruktoza çoxdur. Ona görə də bu gətirir, bax, belə bir problemə çıxardır. Qaraciyər də bildiyimiz ki, bizim vacib orqanımızdır və yeniyetmə dövründə olan, yeniyetmə önü dövrdə olan, xüsusilə oğlanlarda da piyələnmənin başlanması, qaraciyərin piyələnməsinin, istər ümumi bədən piyələnməsinin başlanması, onların cinsi inkişafının pozulmasına, düzgün getməməsinə səbəb olur. Ayten xanım, siz valideynlərin uşaqların hərəkətlərinin limitləməsindən danışdınız. Şəxsən mən özüm müşahidə eləmişəm ki, yeni ayaq açıb yerimək istəyən uşağın anası yeriməyə imkan vermir. Qucağında saxlayır, uşaq ağlayır, narahatdır, yerimək istəyir, hərəkət eləmək istəyir. Deyirəm, bəs niyə uşağı imkan vermirsən, yerisin? Deyir, yerimək istəyəndə yıxılır, baş gözü əzilir. Bunun fəsadı nədir, necədir? Bax, bu valideynlərə nə tövsiyə edərdiniz? Bəli, Könül xanım, hər şeyin çarəsi var. İndi baxır, uşaq harada yıxılır. Bunu da özümüz düzəltmişik də. Yerləri metlaq edirik, beton edirik. Əlbəttə, burada yıxılıb uşağın başı dəyir, burada zədə alır, zədələnir, beyin silkələməsi ən azından baş verir, bu arzu olunan deyil. Amma əvvəllər, indi də var da, bu yerlər taxta olanda, taxtada yıxılanda bir şey baş vermir öz boyunca. Amma əlbəttə ki, beton örtüklü, kafel metlaq örtüklü yerlərdə mütləq şəkildə ehtiyatlı olmaq. Bir də daş. Ancaq torpaq üstündə yıxılan, çəmənlikdə deyək, xalça var yerin üstündə, taxtadır, burada heç nə olmur. Bundan qorxmasınlar. Bir də hündürlükdən yıxılmanın qabağını almaq lazımdır da. Ancaq uşaq yeriyərkən bəlli uşaq var ki, arxa üstə getib başı bərk yerə dəyə bilər. Belə xüsusi kaskalar da var, baş üçün geyimlər var. Qalın, amma düzdür, evin içində onu da saxlamaq olmaz, başı çox tərləyəcək. Yəni, yenə də valideyn ona nəzarətlə, yanında gəzə-gəzə, hətta belə tutacaq kimi bir şeylər keçirdirlər. Uşaq küçədə də tuturlar ki, yıxılanda əli yerə dəyməsin, tez onu qaldırsın. Amma yıxılmağın özü belə lazımdır. Yıxılmağın özü belə lazımdır. Hər dəfə yıxılandı, növbəti dəfə üçün o tarazlığını saxlamağa çalışacaq və beləliklə beyin inkişaf edəcək. Ona görə də yıxılmaqdan da çox qorxmamalıyıq. Sadəcə dediyim kimi, yəni yerinə, harda olduğuna, döşəməyə fikir verməliyik. Təhlükəli, həyat üçün təhlükəli vəziyyətlərdən qaçınmalıyıq. Bəli. Ayten xanım, uşaqlarda immun sistem tədricən formalaşır. Ona görə böyüklərə nisbətdə virus, yoluxucu, bəzi soyuq dəymə xəstəliklərinə daha tez tutulurlar. Bu soyuq qış günlərində balacalarımızı xəstəliklərdən qorunması üçün nə tövsiyə edərdiniz immunitetin qaldırılması baxımından? Bəli, elə yenə də immunitet üçün də qidalanma lazımdır. Normal, sağlam qidalanma. Çünki virus infeksiyaları həmişə var, həmişə də olacaq. Bu da insanlar üçündür. Heyvanlar da xəstələnir, insanlar da xəstələnir. Yəni, bunlar belə də bizim aramızda yayılan bir şeylərdir. Və biz immunitetimizi süni şəkildə qaldırmalı deyilik. Elə sadəcə, baxın, təmiz hava, hərəkət normal və sağlam qidalanma. Mütləq şəkildə bunlar olmalıdır. Şəkər özü immuniteti zəiflədən bir faktordur, bir qida maddəsidir. Şəkərdən nə qədər çox uzaq olsaq, bir o qədər güclü immunitetə yaxın olmuş olarıq. Ona görə də yenə də deyirik ki, hər dəfə təkrar eyni şeyləri, sözün düzü, bütün müsahibələrdə mənim elə ana xəttim budur. Çünki zaten hər şey buradan başlayır. Yəni, onsuz da bizim qidamız hər şeyi idarə eləyir. Ona görə də yəni bu mövzu nə qədər də danışsaq, nə qədər çox desək də yorulmamalıyıq, çünki bu vacibdir. Məsələn, indi bizi izləyənlər də belə həkim özü, uşaqları nə yeyir, bunu eləyirmi, elə. Yəni həqiqətən də mən uşaqlarımın ilk vaxtlarından qidalanmasına xüsusi fikir vermişəm, qoymamışam. İndi ola bilər, böyükdülər, yeyirlər konfet, şokolad nəsə. Amma yenə də hər zaman onları tənbih edirəm buna görə. Amma yenə də bizim uşaqlar, mənim yadıma gəlmir ki, mən axırıncı dəfə onlara nə vaxt antibiotik vermişəm, nə vaxt ümumiyyətlə qızdırma salıcı dərman. Çünki bu qədər virus infeksiyaları da məktəbə gedir, onlar da insanlar arasında olur, xəstələnmirlər. Niyə? Çünki düzgün qidalanırlar. Yəni, ən azından qidalanmanın əsas hissəsi düzgündür, doğrudur və əsasda uşaq vaxtı qoyulan bir növrə.
Ona görə də valideynlər bilməlidir ki, bünövrə necə qoyulursa elə də davam edir. Və hər bir uşağın ağırlaşması da virusun virulentliyindən başqa, yəni virus nə qədər güclüdürsə, o qədər çox ağırlaşma törədə bilər. Amma bir tərəfdən də uşağın öz müqavimətindən də asılıdır. Yəni, məsələn, deyək ki, yuxarı tənəffüs yollarının infeksiyasını keçirib uşaq, qrip infeksiyası keçirib və uşaq pnevmoniya oldu. Burada səbəb nə həkim deyil, nə deyək ki, verilən dərmanların gücsüzlüyü falan, yəni burada səbəb virusun güclüyü ola bilər, amma bir də onun yanında mütləq şəkildə uşağın müqavimətinin zəif olmasıdır. Ona görə də biz risk qrupuna daxil olan uşaqlarda deyirik ki, sən qripə peyvənd olsun. Amma digər uşaqlara nə deyirik? Deyirik, təmiz havada olsun, çoxlu hərəkət eləsin, sağlam qidalansın ki, virus tutdan da ağırlaşmasın. Yaxud da ki, bir mədə bağırsaq infeksiyası keçirən uşaq deyək ki, 5 gün sonra, bir həftə sonra apendit ola bilər. Onun kimi bir ağırlaşma. Yəni, həyati təhlükəli bir ağırlaşmadır əslində. Bu da uşağın müqavimətinin zəif olmasından irəli gəlir. Yəni, burada da səbəb müalicə düzgün getmədi deyil, nə bilim, müalicənin yerinə başqa şey olmalıdır. Yəni, belə deyil. Burada səbəb uşağın müqavimətinin zəif olmasıdır. Yenə də virus da nə qədər güclü olsa da biz də o qədər güclü olmalıyıq ki, ona qalib gələk, ağırlaşmalardan üzləşməyək. Aytən xanım, son olaraq məktəblilərin yüksək göstərici əldə etməsi üçün xüsusi tövsiyə elədiyiniz qidalar varmı? Məktəblilərin yüksək nəticə əldə etməsi üçün beyin dumanlı olmamalıdır, aydın düşüncə olmalıdır. Əgər onun da bilik və bacarıqları genetik olaraq da bu dəstəklənirsə, bu uşaqdakı bu genetik olaraq düşünmə, analiz, sintez etmə qabiliyyəti yaxşıdır və verilən təhsil, bu zaman bizə mane olan məsələ beynin dumanlı olması, bulanıq düşüncədir. Onu isə aradan götürən xüsusi qidalar yoxdur, ona gətirən qidalar var. Ona gətirən qidalar dəfələrlə prosesdən keçirilmiş qidalardır, paket qidalarıdır, çoxlu miqdarda karbohidrat qəbuludur, ağ un məmulatlarıdır, inək südün özüdür, şokoladdır, qara çay çox istifadəsidir. İndi də bu yaşda abituriyentlər deyək, məktəblər, yəni çox təəssüflər olsun ki, indi bilmirəm, onlar hansı ümumiyyətlə yüksək nəticədən söhbət gedə bilər orada. Elektron siqaret istifadə edənləri var, enerji içkilər istifadə edənləri var. Yəni, mən hələ buna qədər olanları dedim, yəni ev şəraitində təklif olan qidaların. Bir də küçə yeməkləri, paket qidaları, bu fast foodlar, junk foodlar, yəni bu ayaqüstü yeməklər deyilik, ancaq bunlar sadəcə ayaqüstü yemək deyil, pendir çörək də ayaqüstü yeməkdir, yəni pendir lavaş da ayaqüstü yemək, amma bu sıraya daxil deyil. Biz nəyi nəzərdə tutduğumuzu hər kəs yaxşı bilir, nədən söhbət gedir və onların xüsusi tərkibində maddələr olur, onlar beyni dumanlandırır, düşüncəni dumanlandırır, bulanıqlaşdırır və analiz sintez qabiliyyəti zəifləyir. Və deyirsən ki, bu uşaq əvvəl belə deyildi, indi belədir. Və yaxud deyirsən ki, bu uşaqdan mən bunu gözləməzdim, gəldi belə oldu. Bax, ona səbəb odur. Yəni, bax, onlar azaldılmalıdır rasionda. Əlbəttə ki, meyvə tərəvəz, mineral, yodla zəngin olan məhsullar və yosun varsa, tabırlarsa yosun məhsulları, dəniz məhsulları, bir də təmiz qidalanmalıdırlar da, yəni bunlar ev şəraitində bişən qidalar olmalıdır. Uşaq varkən kartof makaron, çöldə də pirajki, dönər. Bu qidalanma ilə beyin də yaxşı, yəni aktiv olmayacaq. Yəni quru meyvələr, belə çərəzlər, daha sonra yəni mineralla, vitaminlə zəngin olan qidalar. Amma xüsusi bir qida yoxdur ki, onu yesinlər, bunların başı yaxşı içəsin. Müharibə illərində belə, aclıq dönəmində belə oxuyub, yüksək nəticə alıb, sonradan alim olan insanlar olub, professorlar, alimlər, nəyin hesabına? Elə aclığın hesabına əslində. Həmin o indiki o zərərli qidaların o dövrdə olmaması hesabına. Yəni, soğan çörək yeyib, turp çörək yeyib, ancaq o faydalı olub. Həm dərmansız, həm də indiki o zərərli qidalar olmayıb o vaxtı. Dəyərli doktorumuz, gözəl tövsiyələrinizə görə sizə təşəkkür edirəm, minnətdaram. Mən sonda üzümü bütün valideynlərə tutub səslənmək istəyirəm ki, erkən yaş dövründə formalaşan qidalanma uşaqların gələcəkdə qida rasionu və sağlamlığı üçün çox vacibdir. Çünki bayaq doktorumuz da qeyd elədi ki, zaman keçdikcə, uşaqlar böyüdükcə onlarda qidalanma vərdişləri
bir qədər çətinləşir. Bu səbəbdən məktəbəqədər yaşlı uşaqların həm evdə, həm də bağçada qidalanmasına diqqət yetirmək lazımdır. Ümumiyyətlə uşaqların düzgün qidalanması üçün tövsiyə olunan bütün faydalı məsləhətlərə diqqət yetirmək lazımdır. Əziz valideynlər, uşaqların düzgün qidalanması ilə bərabər onların fiziki aktivliyə təmin olunmasını da unutmayın. Hələlik Allaha əmanət olun.